Salam, hər vaxtınız xeyir olsun, hörmətli Ənbar TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsində gözəl bir evimiz satışa çıxıb, düz mərkəzdə, poliklinikanın yaxınlığında, 5 mərtəbəli binanın yanında tam təmirli evdir. Küçədən daxil oluruq həyətə. Həyət mədəsinin altındadır, gördüyünüz kimi. Bir maşınlıq həyəti var, rahat maşın daxil olur. 3 daş biləkandan ibarətdir, kürsüdən ibarətdir. Biləkandan qalxırıq evə daxil olmaq üçün. Daxil oluruq evin içərisinə. 3 otaqdan ibarətdir evimiz. Otaqların hamısı dəhlizə asılır, sanitar qovşağıdır, mətbəxində. Dəhlizdən daxil oluruq qonaq otağına. Buyurun, baxın. Gözəl bir qonaq otağı var. Pəncərə yola baxır. Küçəyə baxır. Yəni, telestent də quraşdırılıb bu hissədə. Gördüyünüz kimi bu hissədə telestent var. Baxalı aboylarla divarlar üzlənib. Döşəmə hissəsi laminat, tavan hissəsi alçıpan. Çıxırıq dəhlizə, daxil oluruq yataq otaqlarının birinə. Buyurun, baxın, yataq otağı da tam təmirlidir. Bahalı aboyla üzlənib divarlar. Nastiklər də quraşdırılıb, gördüyünüz kimi bahalı nastiklərdir. Pəncərə öz həyətinə baxır. Bahalı qapılar quraşdırılıb. Çıxırıq dəhlizə. Daxil oluruq digər bir yataq otağına. Buyurun, baxın. Bu yataq otağı da təmirlidir. Sanitar qovşağın unitazı da, moydadırı da burada hazır vəziyyətdədir, quraşdırılacaq. Təzə unitazdan sanitar, daha doğrusu moydadır quraşdırılacaq və dəhlizdən daxil oluruq sanitar qovşağa. Sanitar qovşaq da təmirlidir. Moydadırın aşağı hissəsi buradadır, güzgü hissəsi quraşdırılacaq. Unitaz tam dəyişiləcək. Yeni unitaz quraşdırılacaq. Gördüyünüz kimi hamam da tam təmirlidir. Hörmətli izləyicilərimiz, bir daha təkrar ev yerləşib Biləcəri mərkəzində, poliklinikanın yaxınlığında. Marşrutlar 92, 202 nömrəli marşrutlardan 150-170 metr məsafədə. Yaxınlığında market, bağça, məktəb düz yaxınlığındadır. Bu evin ilkin qiyməti 83.000 manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm, Ənbar TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər izlədiyinizə görə.